Sizinlə birlikdə Azərbaycan millisinin Fransa ilə oyununa hazırlaşıram. Bu oyunda BCC-nin təşkilatçılığı ilə iştirak edəcəyimizə görə formuladakı geyimimi geyinmişdim. Daha sonra hazır olduqdan sonra evdən çıxıb Tofiq Bəhramov adına stadiona gedirəm. Burada da formuladakı dostlarımı tapıram. Daha sonra yeməyimizi yeyirik və hər kəs öz tərəfinə getməyə başlayır. Videoda da gördüyünüz kimi ilk Azərbaycan millisini, daha sonra isə Fransa millisini görürük və sonra da başlayırıq artıq biletləri yoxlamağa. Biletləri yoxlayıb hər kəsi içəri yönləndiririk. Buradakı təbəssüm isə mənim tanıdıqlarına görə idi. Burada nə danışdığımı heç özüm də bilmirəm. Sonda isə sizə stadionu və oyunun tempini göstərərək videonu və səsləndirməni burada da yekunlaşdırıram.